2026-cı ilin ilk qar yağışını biz müşahidə edirik dostlar. Bu füsunkar, bu gözəl təbiətin qoynunda, bu qışın şıltaq anlarında insanın könlündən nə keçir? Soyuq havada əlində bir fincan kofe olsun, yanında da şirniyyatlar olsun. Şirniyyatı da baxır, harda pişib, necə pişib, hansı əllərdən gəlib, keçib. Home Bakery, belə bir şirniyyat evi var Qusarda, 3 filialdan ibarətdir. Bəlkə də bu şimal bölgəsində ən gözəl şirniyyatlar, ən gözəl un məmulatları həmin mağazada bişir. Orada kofe, çay və şirniyyatlar təqdim olunur müştərilərə. Biri Heydər Əliyev prospektində, biri 2 saylı tam orta məktəbin qarşısında, digəri də Avtovağzal dairəsindən üzü bazar istiqamətinə gedən ərazidə fəaliyyət göstərir. Getdik. Təzə, ev üsulu ilə hazırlanan şirniyyatlarımızla siz də xoş anlar yaşayın. Ballı, Skaska, Spartak, Napolyon, Apşiron tortları, biskvitli və meyvəli tortlar, Snickers, Mars və digər şokoladlı motivlər. Şoralar həm şirin, həm də duzlu. Gutenberg'in bütün növ çayları. Bazar yolundakı filialımızda şirniyyat, kofe və çay xidmətləri. Təşəkkür. Həkimlər bəzən deyirlər ki, şirniyyat insanı kökəldir. Amma mən düşünürəm ki, şirniyyat insanın ruh halını, əhval-ruhiyyəsini, bir də xoşbəxtlik hormonlarını yüksəldir. Belə gözəl şirniyyatları necə yeməyəsən? Heydər Əliyev prospektindəki filialımızda tortlar və şirniyyatlar, üstəlik ailələr və xanımlar üçün kafeteriya xidmətləri. Üçüncü, yəni 2 saylı məktəbin qarşısındakı filialımızda isə hər zaman təzə və ləziz, şirin məhsullar. Home Bakery'də hər bir dilim tort, hər fincan çay vücuda xoşbəxtlik gətirir. Təmizlik, keyfiyyət və müştəri məmnuniyyəti bizim əsas dəyərlərimizdir. Özəl günlərinizdə və ya ailə tədbirlərində süfrələriniz Home Bakery dəsti xətti ilə bəzənsin. Home Bakery, dadından doymadığımız yeganə ad.